Bəxtiyara da yetdi. Gəl bu yüzünü yanına. Həsən, gəl sən də düşər, sənin də yola getməyində bu kişinin haqqı olub. Bu kişinin elə bir adamı yoxdur ki burada. Ondan yoldaşlık eləməsə də o yoldaşın oyuna haqqı gəlməz. O yoldaşda götürmüş şeylə. Sən ona kömək eləyəsin qədər. Vaxtında o kömək eləyəsin. Nizamdan öyrəndiyi ona verir. Elə o ondan köməkdə də. Bu kişinin Allah bizim aramızdan əsik eləməsin. Qarazın elə bir insanıdır ki, bu qaraz bunun sinirdə qoyulur. Yəni, mən bir nəfər adamım. Qaraz beləncilik insanların içində qaraz gəldi, əkvan transport. Yolda izləyən bütün idarə etmək, sürücülərin problemi olması, gömrülük, qaz olur, qinədən danışmasını, mal dondurum, malı necə də... Yəni, bu adam mən bir bilirəmsə, bu sahədə, bu 10 bilir. Mal mülk mən böyüklük eləmişim, idarəçilik ola bilsin, məndə var fərasatı, o fərasatı Allah mənə verir. Başarını ama buna versin. Mənim uğurum var, bura gəlib çıxmağım var. Bunun bəlkə deyərəm fayda varsa, onu Allah bilir. Bəlkə də çoxu bunun da azı mənimdir. Belənciyinə bu insanların hamısının haqqı var. Bu əkva transportun qaraz olması. Yəni mən öləndə heç nə aparmayacamsa, bu mal, mülkü Allah Teala məni vasitəsində bu insanlar üçün göndərir. Yəni bir əmanət deyə verib mənə, ged vəzifi yerinə yetir. Və ona görə də həqiqətən nizi bildiyindən, mən idarəçiliyimdən bu müəssisəni gətirir. Masalının Ərkiran qəsəbəsi. Bu vodda müəssisə yaratılır. Beblə insanın bura yığılması, ailələrinin dolandırılması, onların problemlərinin həll olması, kədər üzlərinin təbəssüm isinə çəkməsi bu kişinin, yəni %100 elə bir rolu olmuyor ki, problem olmuyor ki, bunun rolu olmaz. Allah bu kişini bizim aramızdan əski eləməsin. Yəni, Allah iraq eləsin, sınar ya. Beləncə insanlar aramızdan getdikcə, yəni sınar. Allah nə başımıza gətirir? Malımız, maşınımız, maşının 5 mildən geçsin, yansın. Yəni mala pula dərsin, məz gəlin bura, gəlin bura. Bu yeni yetmələri var, yollar var. Bunlar bələcə uşaqlardır. Bu kişinin bildiyindən, mənim danışdığımdan, mənim çəkdiyim zəhmətdən bunlar formalar 2000 kişi olublar. İnşallah sabah bir gün evlənəcəklər, bir ailə sahibi olacaqlar. Amma bunların verdiyi, nizinin verdiyi bizə təcrübədə qurub yediyimiz mədəmizdə olan haqqı bizdən hər zaman var. Yəni Allah nizam haqqında uzun danışmaq olar, uzun danışmaq. Adam biraz danışdıqda kövrəlməyə gətirib çıxır. Allah Teala bizi, yəni o göz yaşı bizə qismət eləməsin ki, nizamın yəni aramızda olmaması üçün göz yaşıdır ki, Allah onu bizə göstərməsin. İnan özümüzə gələ bilmər ya. O bütün elə dağ olar, ona dözəmilər. Yəni, and ola Allah, deyərlər, maşınları gətirib qurban, qoyun əvəzinə, maşını gətirin, bir dənə maşın, 100 minlik maşın, yandırın burada. Yandırın burada, ya kiməsə hədiyə verin. Nizamın bu xəstəliyi aradan qalsın, inşallah da qalsın. Verməsəm adamdır. Yəni, bədənimin üzvündən istəsələr, transfer eləyəsələr nizama, yəni nizam Allah eləsin, həyatdan getməsə, bədən üzvlərimdən hansı birini istəsələr, bu adamın üstündə transfer eləmək, ona da razıyam. Böyləyimi istəsələr belə, nəyimi istəsələr belə, nə transfer olsun. Yəni, bu kişinin mənim boynumda haqqım çoxdur. Mən buralara gəlib, bu kişi mənim qaratıma gələndə bizim 3 dənə, 4 dənə maşınımız var. Ondan sonra nə varsa səndən bir yerdə nəfəs alır. Mən bir yerdə nəfəs alıb, bir yerdə yatıb çıxartmışım. Biləsən ki, o şəriklik, pul, rəsmiyyət deyil, amma mənəvi olaraq haqqımdır boynumda. Yəni, hamımızın bir-birimizin üzərində haqqımız var. Sizlərin də mənim boynumda haqqım var. Mənim də sizlərin boynunuzda haqqım var. Amma kimin nə çox, nə az haqqı olduğu fərqli. Nizam qədər deyərəm, mənim boynumda haqqı olan insanlar çox az. Allah nizə tezliyinə şəfa versin. Yolunda avarı, yolunda avarı, yolunda avarı. Ben böyle bakmıyorum sana.